11-ci günün duası. Allahım, ehsan və yaxşılıq etməyi bu ayda mənə sevdir. Məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat. Qəzəb və alovlanan odu mənə haram et. Yardım etməyinə xatir, ey kömək istəyənlərin dadına çatan. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allahümme habbib ileyye fihil ihsan ve qarrih ileyye fihil fusuqa vel isyan ve harrim aleyye fihis sakata ven niran bi'avnike ya gıyasel mustaqisin. Allahın salamı olsun siz əziz, dəyərli, möhtərəm, bizi izləyən tamaşaçılara. Uca Rəbbimizə həmd, səna, sonsuz şükürlər olsun ki, bu rəhmət, bərəkət, məğfirətlə dolu olan ayda yenidən ömrümüzdən möhlət verərək sizinlə qarşılaşma imkanı, şansı verdi. Bildiyiniz kimi biz mübarək Ramazan ayının gündəlik dualarının şərhi və izahı ilə sizlərlə bir aradayıq. Bugün sizinlə mübarək Ramazan ayının 11-ci günün duasının şərhi haqqında söhbət edəcəyik və günün duasının qısaca mənasına nəzər yetirib izahına keçid alaq. Günümüzə belə bir möhtəşəm duala başlayırıq. Allahümme habbib ileyye fihil ihsan. Ey mənim Allahım, bugün məni yaxşı əməllərə rəğbətləndir. O əməllər ki, sənin razılığını qazanmağa səbəb olacaq, o əməllərə qarşı məndə rəğbət hissi, sevgi hissi oyat və yarat. Və kərrih ileyyə fihil fusuqa vəl isyan. Ey mənim Allahım, bugün məndə günah və əxlaqsızlığa qarşı, sənin bəyənmədiyin, sənin xoşuna gəlməyən əməllərə qarşı məndə ikrah hissi yarat. Və üçüncü ifadə, cümlə günün duasında belə keçir ki, وَهَرِّمْ عَلَيَّ ف۪يهِ السَّخَةَ وَالنِّيرَانِ بِعَوْنِكَ Ya qıyasəl müstəğisin. Ey pənahsızların ən ulu pənahı olan Allahım, səni öz adına xatir, öz güc, qüdrətinə xatir and verirəm ki, məni qəzəb və cəhənnəm atəşindən uzaq et. Mənə qəzəbini və cəhənnəm atəşini haram et deyə. Baxın, günümüzün duasında 3 cümlə, 3 ifadə keçir. İlk olaraq Allah'tan isteyirik, Allahümme həbbib ileyyə fihil ihsan. İlahi, bugün məni yaxşı əməllərə rəğbətləndir. Baxın, diqqət edin duanın mahiyyətinə və nə qədər sözün həqiqi mənasında insanı ruhlandıran və mənəvi huzuru insanın içərisinə çökürdən bir duadır. Bütün yaxşı işlərə əgər insanda rəğbət olarsa və insanda yaxşı işləri görməyə maraq olarsa, insanın ömrü, həyatı gözəllikdən ibarət olar. Və məhz günümüzün duasında biz belə bir duala təkan verici, motivasiya verici və insanı ruhlandıran, həvəsləndirən bir duala günümüzə başlaması bir daha bizi uca Rəbbimizlə bu rəhmət, bərəkət, məğfirət, mübarək Ramazan ayında ünsiyyət qurmağa, onunla rabitəyə keçməyə bir vəsilə olur, vasitə olur. Bütün işlərdə biz çalışmalıyıq ki, gözəl bir şəkildə özümüz ona əməl edək və insanları da hikmət və gözəlliklə dinə dəvət edək. Çünki bizim doğrudan da dinimiz sülh, əmniyyət və insana dəyər, qiymət verən bir qanunlar
məcmuəsidir, qanunlar toplusudur və dinimizin əsas başlıca, fundamental, aparıcı, göstərici sözün həqiqi mənasında insan həyatında bilavasitə təsir edən ən mühüm hədəflərindən biri əxlaq mövzusudur. Əxlaqi keyfiyyətlər insanda onun formalaşmasını özündə cəm edən bir dindir. Quran-ı Kərimdə Uca Rəbbimiz mübarək Nəhl surəsi, Baları surəsinin, Bal arısı surəsinin 125-ci ayəsində belə buyurur. Əuzu billahi mineşşeytanirracim. Ud'u ila sabili rabbike bil hikmeti vel mau'izetil hasenə. Peyğəmbərimizə buyurur ki, Rəbbinin yoluna hikmətlə və gözəl öyüd, nəsihətlə insanları dəvət et. Yəni, insanları sən nə qədər aram bir şəkildə, necə gözəl bir şəkildə onları dəvət etmiş olsan, o daha da insanlarda fayda qoyacaq və fayda verəcək və nəticəsi daha çox gözəl, səmərəli olacaq. Yəni, sözü insanlara deyəndə onların qəlbini qıraraq yox, kobudcasına yox, çox gözəl, mülayimcəsinə onların qəlbinə toxunmadan onların səhvlərini onlara izah edəcəksən. Bu arada ayət-i şərifədə ki buyurulur, Ud'u ila sabili rabbike bil hikmeti vel mau'izetil hasenə, Rəbbinin yoluna hikmətlə, gözəl öyüd, nəsihətlə dəvət et, çağırış et deyə. Deməli, Uca Rəbbimiz insanlarda təsir edən dəvətin üslubun bizə öyrədir. Eyniliklə, yəqin ki, əminəm, bizi izləyən tamaşaçıların arasında bu danışacağım qissəni, hekayəni, hadisəni eşidənlər olub. Tarixdə yazırlar, İmam Həsən və İmam Hüseyin, Allahın salamı olsun onlara, Peyğəmbərin nəvələri, behiş cavanlarının ağaları, ümmətin ikinci və üçüncü imamı olan İmam Həsən əleyhissalamla İmam Hüseyin əleyhissalam Mədinə küçələrindən bir yerdən keçərkən görürlər bir yaşlı insan, ağsaqqal dəstəmaz alır. Amma aldığı dəstəmazı düz almır, səhv alır. Öz aralarında düşünürlər ki, biz əgər bu yaşlı ağsaqqala, qoca kişiyə biz desək ki, sən səhv dəstəmaz alırsan, bu yaşlının qəlbinə toxunmuş olarıq. İki qardaş, behiş cavanları, ağaları olan İki imam öz arasında belə məsləhətləşirlər ki, biz bu yaşlı, müdrik, ağsaqqala yaxınlaşaq, mən deyib, mən düz allam dəstəmazı, qardaşım da deyir, mən düz allam. Əgər desə ki, mən düz alıram, qardaşım səhv alır, məntiq etibarilə bu uyğunsuz bir şey olar. Deməli, deyir, mən deyəcəm ki, mən düz alıram, qardaşım da deyir, mən düz alıram. İndi biz dəstəmaz alaq, görək hansı birimiz düz alırıq və yaxınlaşırlar. Eyniliklə bu qaydada İmam Həsən əleyhissalam dəstəmaz alır və ardıca İmam Hüseyin əleyhissalam dəstəmaz alır və yaşlı baxır, görür ki, bu qardaşlar ikisi də eyni və düz dəstəmaz alır. Deyir ki, əslində siz ikiniz də düz dəstəmaz alırsınız, mən düz dəstəmaz almıram. Baxın, bir insanın səhvinin düzəlməsi üçün necə bir gözəl üslubdan istifadə edirlər. Həm səhvini deyirlər, həm də ki, insan öz səhvini düzəldir. Və günümüzün duasında buyurulur, Allahım, bugün mənə gözəl və yaxşı əməlləri sevdir və sənin bəyənmədiyin və günaha səbəb olacaq, əxlaqsızlığa səbəb olacaq işlərdə mənə ikrah hissi yarad və məni qəzəbindən və cəhənnəm odundan azad et. Əgər insanın gün ərzi yaxşı işlərə rəğbəti oyanarsa, yaranarsa və pis işlərdən, əxlaqsız işlərdən çəkinərsə, onlara ikrah hissi yaranarsa, təbii ki, nəticədə belə bir insan həyatını, ömrünü belə bir halda, şəraitdə keçirən insan Allahın qəzəbindən və cəhənnəm odundan azad olar. Allahım, tutduğumuz orucları, qıldığımız namazları, Quran-ı Kərimdən oxuduğumuz ayət-i şərifələri bizlərdən
qəbul etkinən. Amin. Ya Rəbbəl aləmin.